1, 2, bu da 3. Demək, təxmini 1 litr su götürülür, su qaynadılır. Su qaynara düşəndə 3-4 xörək qaşığı arpa tökə bilərsiniz. Təmiz arpa tökün. 10 dəqiqə azxodla qaynadın və bunu gün ərzində çay kimi için. Böyrələrə mükəmməl fayda verir. Vallahi ki, deyirəm ki, möcüzə yaşayacaqsınız. Kreatinə yavaş-yavaş salır. Prostata, sidik yollarına mükəmməl fayda verir. Oynaqlara gözəl fayda verir. Həzmi gözəlləşdirir. Ödün durğunluğu varsa aradan qaldırır. Ödün axımını tənzimləyir. Mədəaltı vəzə fayda verir. Bütün orqanizmə fayda verir. Bir xırdada belə balaca diş qurtlayan bitkisi atarsınız olsa, kimin böyrəyində daş varsa, bu daşları yavaş-yavaş parçalayacaq, tökəcək. Tökərkən kanalları genişlətmək üçün ki, rahat tökülsün. Diş qurtlayan bitkisi var, məndə indi evdə yoxdur, atmadım. Heç mənə ehtiyac da yoxdur. Bu prosta mən mütəmadi belə dəmləyirəm ki, sizə göstərəm. Kimin böyrəyində daş varsa, kristallar varsa, diş qurtlayan bitkisi bir xırda atır ora və 10 dəqiqə azxodla bu qaynadılır. Sonra gün ərzində bu çay kimi içilir. Bax, belə gözəl insanlar. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin inşallah.